Salam hörmətli tamaşaçılar. Yazın gəlişi ilə bağlı, havaların belə soyuq keçməsi, sərtləşməsi ilə bağlı yağışlarla mənə çoxlu suallar gəlir, çox adamlar zəng edir. Ən çox bu nəfəs yollarının xəstəliyi ilə, burunla, ondan sonra quru öskürəklərlə, əzələlərin ağrısı ilə bağlı, ondan sonra təzyiq ilə bağlı, bir çox bədəndə olan o kistalarla, düyünlərlə bağlı müraciətlər, yəni çox suallar olur ki, bəs bunlara qarşı bəs xahiş edirik bitkilərdən bizə verəsiniz, bizə kömək eləyəsiniz. Rafiq həkimi mən uzun müddətdir tanıyıram. Məndə problemlər olanda həmişə müraciət edirəm. Bu son vaxtlardakı məndə damarlarımda ağrı olurdu, oynaqlarımda ağrı olurdu, sümüklərim ağrıyırdı. Tromplaşma gedirdi. Başımda ağrılar vardı. Yenə ona mən müraciət elədim. Damcı halında mənə dərmanlar verdi və mən onu qəbul elədim. Demək olar ki, 15-20 günə tam normal vəziyyətdəyəm, yaxşıyam, əlayım. Mən bu yaxınlarda bir neçə xəstələrlə qarşılaşmışam. Deməli, hətta onların 3 il, 10 il burunlarında olan o tutqunluqlar, ondan sonra o haymorit deyirik, bu xəstəliklərlə əlaqədar. Yəni, məndə hazırda indi bir çox dərmanlar düzəltmişəm. Onlar içində, məsələn, ilk gündə bunu məsələn tam təmizləmək olur. Hətta bir damcı, 2 damcı tökməklə həmin adamlar bu xəstəlikdən azad ola bilirlər. Ancaq mən müəyyən adamlar var ki, allergiya olduğuna görə onlar üçün mən xüsusi əlaşlar düzəltmişəm ki, bunlar 3 gün, 5 gün ərzində tamam bütün o cibdə olan o çirklərin hamısını təmizləyir. Eyni zamanda asması olan adamlara da kömək edir. İndi mən o haqda, məsələn, bir neçə mənim indi müraciət edənlər var, onların o çıxışları var. İstəyərdim ki, onlara da qulaq asasınız. Mən nəyin şahidi oldum, onu sizə bildirmək istəyirəm ki, mən gəzmədiyim lor qalmadı. Bakıda lorların hamısına getmişəm. Dajin Naxçıvana düşəndə Naxçıvanda lorların hamısına getmişəm. Hərə öz metodu ilə dava-dərman yazdı, iynə-zat yazdı. Bunların heç biri məhkəməlik olmadı. Axırıncı dəfə Vasmoyda 26 nömrəli xəstəxanada işləyən bir yaşlı, gözəl sənət professor, həkim vardı. O həkimə gedəndən sonra dedi ki, adını çəkmək istəmirəm, lazım olar çəkərəm. Yəni, Yaşar doktor. Azərbaycanda onun kimi lor doktor yoxdur. Başqaları başqa cür mənim metodla müalicə elədi. Heç birinin bir xeyir olmadı. Düz 3 ildən artıq, 4 ildən artıq ki, mən gəzmədiyim lor qalmadı. Qabağıma harada gördüm, lor girirdim orada müalicə elədim. Heç birinin təsir olmadı. Amma axırıncı dəfə Yaşar doktorun yanında oldum. Yaşar doktor mənə dedi ki, qardaş, sən çox yuvadıbsan. Bu şey qulağındakı məsələ kristallaşıb, maye kristala çevrilib. Mümkün deyil. Sən kim desə ki, gəl əməliyyat elətdirim, əməliyyatla yola gedən bir şey deyildi. Amma sizi tanıyandan sonra doktor, Rafiq doktor, sizi tanıyandan sonra, siz mənə bu dərmanı verəndən sonra Allahıma and olsun, 3-cü gün idi mən bunu qəbul eləyəndə birdən üstdən nəsə açıldı. Belgən kimi elə bir şey gəldi, qırıldı buradan getdi içəri. Odur, budur, mən qulağım açılıbdır. Şükürlər olsun, Yaşar doktora da təşəkkürümü bildirmişəm ki, doktor, əməliyyata getmədim, amma Rafiq doktorun təbaqat üsulu ilə mənə verdiyi dava-dərman 3-cü gün mənə təsir elədi. Minnətdaram, təşəkkür edirəm. Qadın xəstəliklərlə əlaqədar, bundan sonra poliplərlə bağlı bir çox müraciət olub. Hətta onlarla da əlaqədar bir neçə adamlardan müsahibə götürmüşəm. Onları da dinləyə bilərsiniz. Bundan sonra venalarla bağlı, məsələn, qəlbdə olan o tıxanıqlar, ağciyərdə, bundan sonra boyunda atheroskloroz, bunlarla əlaqədar da bir neçə xəstələrim var ki, onlardan da müsahibə götürmüşəm. Əvvəllər mən buna biraz tənbəllik edirdim. Çox açıq deyim ki, heç kimdən müsahibə götürmürdüm. Ondan sonra onların səslərini də heç göndərirlərdi, sonra onları ləğv edirdim. İndi qərarı aldım ki, tamaşaçıların çoxu
çox maraqlandıqlarına görə, yəni bunları sizə təqdim edeyim. İndi daha nə deyim, hələlik bu qədər. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Salam, Rafiq doktor. Necəsiz? Hər vaxtınız xeyir. Bilirsiniz bu səs mesajını niyə atıram sizə? Mən sizə sonsuz təşəkkür eləmək istəyirəm. Mən sizə 2 il öncə müraciət edəndə mənim bədənimdə gedən dəyişikliklər və sonunda da bu dəyişikliklərlə bağlı sinir sisteminin sıradan çıxması ilə əlaqəli panik atakın belə başlanması, bütün bunlar mənim səhhətimdə metabolik pozğunluqlar, öd kisəsinin 4 tərəfini polip bürümüşdü. Uşaqlıqda endometriyada qalınlaşma və miomatoz düyünləri mənə gəlmişdi. Yadınızdamı? Mən sizə müraciət edəndə dedim 4 klinikaya gedib müayinə olunmuşam. O 4 klinikanın 4'ü də mənə sən təcili əməliyyat olmasan, bu bədxassəli şiş aparıb çıxaracaq demişdi. Amma bir ayda mən aptekdən aldığım dərmanlar, ximikartları qəbul eləməyimə baxmayaraq, bədəndə gedən metabolik pozğunluqlar demək olar ki, məni yıxıb sürüyürdü. Köp, yediyim yeməyin dadını bilməmək. Amma sizin verdiyiniz məlhəmlərdən sonra 4 cür mənə, yadınızdamı? Bitki tərkibli məlhəmlər elədiniz, verdiniz və ot verdiniz. Onları mən qəbul eləyəndən sonra bir ayın içində həmin dediyim bütün şeylər mənim bədənimdən demək olar ki, yox oldu, getdi. Bugün də sizin məlhəmlər mənə şəfadır, şəfa mənbəyidir. Sizə sonsuz təşəkkürümü bildirirəm. Sizə Allah bizlərə çox görməsin. Doktor, o qədər sizdən razıyam ki, yerlə göy qədər. Allah da sizdən razı olsun. Sizin məlhəmlər sayəsində mən əməliyyata getmədim. Sinir sistemimdə normallaşıb. Məndə bir diaqnoz yox, 4 diaqnoz var idi. Boğazda düyünlər, Hashimoto xəstəliyindən endokrin sistemin pozulmasından bağlı. Uşaqlıqda endometriya, mədədə, qaraciyərdə problem, öd yolları demək olar ki, öd tam sıxılıb qalırdı bədənimdə, ağrılar verirdi. Bütün bunların hamısının sonunu sizin verdiyiniz dərmanlarda, bitki tərkibli, o şəfa məlhəmlərdə tapdım. Allah sizdən razı olsun. Sizə sonsuz təşəkkürümü bildirirəm. Çox sağ olun deyirəm. Var olun deyirəm. Allah sizdən razı olsun.